Hər kəsə xoş gün arzulayırıq. Əməliyyatxana ekibi olaraq xəstəmizə ilk öncə vəziyyət verdik, sonra kateterini qoyuruq. Adətən qız uşağı olanda hər şeyi nəzərə alaraq, heç bir zədələnmə olmasın deyə özüm qoyuram kateterini. Bugünkü əməliyyat edəcəyimiz xəstəmizdə xroniki dərin anal çapı illərdir ağrıdan, göynəmədən, qanaxmadan əziyyət çəkir. Əməliyyatımızın sürəsi inşallah 15 dəqiqə olacaq, başlayırıq. Histoloji müayinəyə göndərəcəyik hal-hazırda. Bu da əməliyyatımız bitdi, çat əməliyyatı. Neçə dəqiqə çəkdi Aysel xanım? 15 dəqiqə biz əməliyyatı bitirdik. Xəstəmiz necədir? Yaxşısan, maşallah. Ali savadlı, ağıllı mühəndis olduğunu burada da imzaladı xəstə. Vaxtında müraciət elədi. Həmişə sağlam olun.